Siz əgər bir full-time işdən 3000 manat qazanırsınız və yaxud da ki, siz startup edib 3000 manat revenue eləyirsiniz, o revenue 6000 manat eləmək üçün bəlkə sizə 6 aydan az vaxt lazımdır. Mən nə istədiyimi bilirəm, nə istədiyimi, nə istəmədiyimi də bilirəm. Mən kiməm? Sualın da cavabını bilirəm. Davamlı o sualın üzərində çalışıram. Məsələn, mənə görə integritydir, yəni ki, yüksək olmalıdır. Dünyanın heç bir yerində sən oturub kimdənsə nəsə gözləmirsən, kimisə inciyim, küsüm, nə bilim, atam eləsin, dostum eləsin, filan kəs eləsin. Yəni davamlı elə bil ki, action modundasan. Bir növ overall vibe-da şeydir ki, yəni sən də nəsə eləməyəndə guilty hissi gəlir də insanda. Əslində bizim bu hiring strategiyamız, trikimizdir ki, interviewer çağır, interview edir, çıxandan sonra öz arxasında yığışdırmırsan, onu məsəl üçün növbəti raunda keçmir və ya da hire eləmir. Qata bilirsən və onu insanlar görürlər. Yəni növbəti passion olmağı da hər hansı bir sahədə onlar çox dərin biliyə maliklər. Yəni sadəcə üzdən yox, məsələn, dəyər qazanmaq, dəyər qatmaqdır da kiməsə. Sən orada süni intellekt istifadə eləyirsən, eləmirsən. Yəni müştəri maraqlanır ki, mənim problemi həll edirsən, eləmirsən. Yəni checkbox o startup ancaq ölkədə olan 200 mühəndis eləyə bilər. İndi artıq hüquqşünasından tutmuş nə qədər, nə bilim 200 min insan eləyə bilər. Süni intellektin güclü olduğu məqamları var, zəif olduğu məqamları var. Müəyyən problemlər üçün süni intellekt istifadə etmək anti-regulationdur. Biraz ona görə deyərdim ki, asılıdır problemdən və müştərilər. Orada belə bir şey var ki, çatan insan, hər bir insan 3 ay ərzində özünü ən tüpay adam hesab eləyir. Ona bilmir ki, süni intellekt potensial olaraq nə eləyə bilər, nə eləyə bilməz. Mən sən barədə araşdıranda baxdım ki, 6 ölkədə təcrübən olub qeyd eləmisən. 6 ölkə hansıdır və hansında özünü daha xoşbəxt, daha belə iş baxımından produktiv hiss edirdin? Mən yaxşı mühəndis Avropa elədim. Mən Azərbaycanda, yəni telekomda da işləsəm alası ildə mən yəni bir növ bizə hazır məhsulları daha çox responsible idik falan. Yəni amma özüm develop eləyim falan şey yox idi. Salamlar, hər birinizi xoş gördük. Bugün studiyamızda Silikon vadisində yaşayan Azərbaycanlı, bir çoxumuzun tanıdığı Sako ləqəbli Şəhriyar var. Xoş gördük Şəhriyar. Təşəkkür Əfsanə xanım, dəvət üçün. Xoşdur. Şəhriyar həm süni intellekt üzrə mütəxəssis sayılır, düzdürəm? Bəli. Aha, həm kiber təhlükəsizlik, Təhlükəsizlik. həm də platforma mühəndisliyi. İnfrastruktur platformu. Aha. İndi gəl özün barəsində bizə daha ətraflı danış. Şəhriyar kimdir? Neçə ildir Amerikadadır və hansı təcrübələri var? Adım Sakodur. Son 9 ildir Amerikada yaşayıram. Daha öncə biraz yəni həm təhsil, həm işləmək Avropada idi. Daha öncə də Azərbaycanda telekom sahəsində idim. Qısacası özüm haqqında hal-hazırda yəni mühəndislik sahəsində, yəni süni intellekt təbii ki, infrastruktur, bayaq qeyd etdiyimiz məsələlərini və əlavə sayda olaraq da community-lərlə startaplar orada çünki bizim tərəfdə yəni belə ideyası olmayan mühəndisə o qədər də yaxşı baxılmır şey mənasında. Hər kəsin ideyası var, hər kəs bir şeylər eləməyə çalışır. Hə, o işlər maraqlıdır və eyni zamanda da ki, buna görə də orada tək yarışmalar keçirilir, hackathonlar. Orada son 2 ildə aktiv iştirak elədim, 60-a yaxın və son müddətlərdə daha çox mentor kimi və s. qoşuluram, speaker kimi öz təcrübələrimi paylaşıram. Və əyləncə kimi də, yəni son 1 ildə basketbol oynamağa başladım. Bunda haqqında biraz danışarıq sonra. Aha, hal-hazırda hansı şirkətdə işləyirsən, hansı vəzifədə? Mən bura gəlməyənə qədər Gladi şirkətində çalışırdım, ayrıldım. Son 5 il orada çalışırdım. Bir neçə ideyalar var, onun üzərində çalışıram. Yəni stealth mode deyək. Belə daha öncə OpenGo, daha öncə Nginx şirkətində çalışırdım. Səni araşdıranda gördüm, həm bu barədə müsahibələrində qeyd eləməmişdin, həm də bu barədə LinkedIn-də gördüm ki, sən paylaşmısan Cloud Kubernetes. Bu barədə nə təcrübələrin var? Bu sahə barəsində bizə qısa izah edə bilərsənmi? Mən telekomda işləyəndə Azərbaycanda Baksel, Huawei, ZTE, orada daha çox on-prem solutionlar idi. Yəni data centerləri şirkətlər özləri qururdular, serverlər və s. və özləri onu manage eləyirdilər və bütün xidmətləri də orada run eləyirdilər. Son Amazon deyək ki, şirkətinin bir inisiativi idi. Çünki Amazonun özünün hər Black Friday vaxtı serverlərinə çox load olurdu. Onlar da onun üçün çoxlu serverlər almalıydılar. Sadəcə olaraq görürdülər ki, bu effektiv deyil. Yəni o sırf Black Friday-də xidmət davam olmasın deyə böyük
over provision eləyirlər, amma sonra da o serverlər qalır havada istifadə olunmur. Ona görə onlar bu əlavə bir inisiativ kimi cloud xidmətinə başladılar ki, bunu digər şirkətə lease vermək üçün. Və bundan sonra cloud daha genişləndi. Artıq heç kəs özü server alıb öz xidmətlərini orada run eləmir. Cloud xidmətlərindən istifadə eləyir. Pay as you go modeli, yəni istifadə. Yəni bu daha effektivdir. Bir növ müəyyən server management, hardware və sair işləri outsource eləyirsən də. Və hal-hazırda ki cloud sayəsində, yəni ən topları Amazondur, Microsoftdur, Google'dur. Bunların özlərinin hər birinin cloud xidmətləri var. Və şirkətlərdə də, yəni cloud mühəndisliyi o deməkdir ki, sən şirkətin hər hansı bir app-i varsa, onu run edirsən cloudda, o xidmət cloud servislərindən istifadə edirsən. Həm təhlükəsizlik baxımından, həm belə scale baxımından, həm məsələn reliability baxımından və s. onları belə deyək də app-in functional hissəsi var, bir də non-functional. Yəni ki, mən daha çox bu non-functional hissələrinə belə deyək cavabdeh idim. Amerikaya ilk getdiyin illər mənə maraqlıdır. Yəni ilk gedəndə necə idi vəziyyət? Öz sahən üzrə işləyirdin? Yəni cloud platforma mühəndisi idinmi, yoxsa təmiz fərqlidir? Çünki Amerikaya gedən azərbaycanlılar ilk illərdə çox belə çətinlik çəkirlər. Öz sahəsi üzrə iş tapmaq olsun və yaxud da ki, ümumiyyətlə iş tapmaq olsun və sağ qalmağa çalışırlar birini. Survive. Səndə vəziyyət necə idi? İlk getdiyin il həqiqətən bu sahələrdə işləyirdinmi, yoxsa təmiz fərqli idi vəziyyət? Mən düzü biraz planlamamışdım Amerikaya getməyə. Mən Fransada təhsilimi bitirəndən sonra biraz orada research işlədim SAP-də. Sonra Almaniyada Fraunhofer institutu var, orada researcher kimi işə başladım. Sonra LinkedIn-də bir mesaj gəldi ki, sizi LinkedIn üzərindəki Silicon Vadisində bir ortaq şirkətdir, Early Career Talent proqramı. Bu son bir ildə qurtarmış, graduate olmuş top universitetdən uşaqları tapır və onları intervyu edirlər. Silikon vadisindəki şirkətlərinə və ondan sonra intervyunu keçəndən sonra bunlar sizi gətirirlər, yerləşdirir bir il ərzində və bir də onun qarşılığında ki, müəyyən bir şirkətdən belə deyək də xidmət haqqı alırlar. Sən hansı universitetdən məzun idin artıq? Telekom Paritech, Fransada təhsil almışdım. Sonra da 6 ayda researcher çalışmışdım SAP-də. Ona görə və mən də o proqrama eligible idim. Sadəcə olaraq mən də əslində o qədər birinci baxırsan ki, kimsə Amerikada oturub yatır. Yəni o vaxtda biraz bəlkə Amerikadan bu qədər də ən azından mənim ətrafımda o qədər yox idi. Orada tanıdığım bir iki zəng eləsən, soruşasan və s. Amma why not? Yəni try elədim məsəl üçün. Həmin vaxt özdə yadıma gəlir bir intervyu Azərbaycan dilində Skype bloklanmışdı və bir çətinliklər də oldu. Söhbət neçənci ildən gedir? 2017-ci il. 2017-ci ildə o intervyuları keçdim. Elə düzdür Almaniyada yeni başlamışdım. 2 ay idi. Bir növ professional bir yaxşı zarafat idi ki, sən it took us 6 months to bring you here. Yəni 2 aydan sonra getmə, amma yenə də çalışdım. Yəni körpüləri yandırmamasını təbii ki. Çünki maksimum hər 1 il olar, ondan sonra qayıdaram falan, amma onlar da məsələyə qədər istifaxmadan nəysə qısası oradan offer gəldi və qəbul elədim və həqiqətən də survive eləmədən. Elə oradan iş idi. 1 il iş idi. Elə engineering şirkətinin software engineer idi orada. Onda Kubernetes texnologiyası təzə gəlirdi. Orada cloud-da, yəni cloud orchestration'dır. Və qərar aldım ki, yəni it's a good bet. Şey olaraq həm texnologiya inanırdım, həm də ölkə və s. və məncə də doğru qərar idi. Bəs səncə gedənlər, ilk illər niyə öz sahəsi üzrə iş tapa bilmir? Məncə kaş ki mən də daha öncədən gedəcəyimi bilsəydim, daha yaxşı planlayıb, daha hazırlıqla gedərdim. Məncə bir növ baxmayaraq ki, mən orada çalışırdım və s. müəyyən sahədə o bazarın spesifik şeyləri. Ümumiyyətlə, orada belə bir şey var ki, çatan insan, hər bir insan 3 ay ərzində özünü ən tüpə adam hesab eləyir. Getdikcə o hiss keçir. Yəni həqiqətən də, yəni bu mən birinci o hissi yaşayırdım, o digər insanlara soruşanda gördüm ki, belədir. Ona görə bu normaldır. Oranın elə bir ki, staylı başqadır, ümumiyyətlə sırf mühəndislikdə və s. Amma daha hazırlıqlı getmək olar mı? İndi daha asandır. İndi çünki kifayət qədər resurslar var və s. və hər kəs ən azı bir nəfər tanıdığı insan var ki, Amerikaya ya gedib gəlir, ya orada işləyir və çalışır. O da onu yönləndirir. Aysa. Yəni ona görə bizim vaxtı bəlkə də mənim yox şəxsən ki, hansı ki, kiməsə
Amerikada şəxsən tanıdığım insana zəng eləyim və yaxud da şey eləyim, bir limited idi çərçivə baxımından. Hə, amma olaraqsa indi xüsusən Covid vaxtı da remote çalışandan və s. sonra nə baş verdi? Artıq Azərbaycanda oturub remote şirkətlərə falan, Amerika şirkətlərinə işlədilər. Məncə indi daha hazırlıqlı gedib daha smooth eləmək olar. Amma indi də orada da bazarın öz challenge-ları var hazırda. Süni intellektlə və s. bağlı, yəni indiki challenge o vaxtki deyildi. Daha rəqabətli iş mühiti yaranıb. Daha rəqabətlidir və bir növ hələ də tam insanlar bilmir ki, süni intellekt potensial olaraq nə eləyə bilər, nə eləyə bilməz, hansı ki insanlar eləyəcək. Ona görə bir növ confused-dur. Yəni bazarın tələbləri qeyri-müəyyəndir. Məsələn, biz hələ də tam bilmirik ki, kofeni məsəl üçün robot hazırlasa insanlar uğurlu olacaq, olmayacaq. Burada texnologiya deyil, sadəcə bir seçim olacaq da, yəni ki, robot hazırladığı kofe ilə insan hazırladığı kofe rəqabət apara biləcək, bilməyəcək məsələn. Amma biləndən sonra ki, insanlar buna yox deyir, məsələn, ondan sonra o sahədə işçi sayı fəaliyyəti artacaq. Yəni bir növ hələ ki figurat eləməyə çalışırıq ki, harda AI, harda insan. Mən sən barədə araşdıranda baxdım ki, 6 ölkədə təcrübən olub qeyd eləmisən. 6 ölkə hansıdır və hansında özünü daha xoşbəxt, daha belə iş baxımından produktiv hiss edirdin? Təbii ki, hə, telekom sahəsində idi. Azərbaycanda çalışırdım. Sonra onları 4G network qurulurdu Qazaxıstanda. Ora ezam olunmuşdum. Sadəcə universitetlə əlaqədar və s. davam edə bilmədim, qayıtdım. Sən universitet vaxtından işləyirdin? Bakalavrda mən. Bakalavrdan artıq Azərseldə işləyirdin? Bakseldə işləyirdin. Bakseldə işləyirdin. Bakalavr mən. Aha, əla. Daha sonra ezam olundun Qazaxıstana? Sonra magistrda oxuyan vaxtı yay ərəfəsində Qazaxıstanda başladım. Orada bir ZTE şirkətində çalışmağa başladım. Orada 4G network qurulurdu. Data center sıfırdan. Yaxşı təcrübə idi və davam edə bilərdim ekspat işçi kimi. Sadəcə olaraq universitetlə və s. alınmadı şey eləmək, skip eləmək, postpone eləmək. Ona görə Azərbaycana qayıtdım. Sonra hansı ölkələr oldu? Sonra Türkiyəyə getdim. Orada Huawei-də artıq çalışanda AVS, Turkcell layihələri falan var idi. Orada da qalıb davam eləmək şansım var idi. Sadəcə olaraq mən Fransada təhsili seçdim. Ona görə ondan sonra Fransada çalışdım. 6 ay orada internship idi. Fransanın özündə universitet qurtarandan sonra full time. Ondan sonra Almaniya, ondan sonra da Amerika. Bəs hansında oldu? 6. Hansında özü daha xoşbəxt hiss edirdin? Məncə elə aydındır ki, Amerikada daha şey olur. O niyə görə məsələn Qazaxstanda işləyəndə Qazaxstan elə ki bir növ Sovet vibe verir. Bir növ elə ki rus dilli xalqlar falan. Onu da özü bir elə geriyə aparır. Biraz nostalgik hiss verirdi mənə ki, məsələn Qazaxstanda işləyən. Orada deyək ki, insanlar məsələn çalışırdı Özbəkistandan olsun, nə bilim, yaxın orada məsələn Ukrayna və s. orada işçilər idi. Bir növ o bir culture idi. O bir iş mühiti idi. Azərbaycan məsələn Türkiyə hardasa oxşarlıq vardı, amma Türkiyədə bir növ biraz Avropadan var, biraz bir orada maraqlı modeldir. Avropanın özünün təbii ki iş salonunda work-life balance falan məsələn. Fransada 7 saat iş saatı idi. Bəs Silikon vadisini digərlərindən fərqləndirən atmosfer nə idi ki, sən özünü orada daha xoşbəxt hiss edirsən? Mənə yaxşı mühəndis Avropa elədi. Mən Azərbaycanda, yəni telekomda da işləsəm 6 ildə mən yəni bir növ bizə hazır məhsulları daha çox responsible idik falan. Yəni amma özüm develop eləyim falan şey yox idi. Amma Fransada o məsələn Almaniyada research yönümlü məsələn research top üzrə 200 dənə məsələn mən məqalə oxudum da. SAP-də çalışanda yəni sıfırdan software develop eləmək məsələn bu yaxşı sənə mühəndislik öyrədir. Amma Amerikada səni yaxşı entrepreneur eləyir. Yəni azından Silikon vadisindəki atmosfer odur ki, bir növ məhsulu yetişdirə bilirsən Avropada, amma bilmirsən onu nə edəcəksən. Məsələn startup insan ağlına gəlmir də mən bunu çıxardım milyardlar şirkətə çevirəcəm. O dreami sənə, o vizyonu, o vibe ala bilmirsən. Çünki ətrafındakı insanlar maksimum ən yaxşı şirkətdə çalışmaq kimi görür, oxur. Ona görə amma Qazaxıstan, Azərbaycan, Türkiyədəsə deyəlim ki, daha çox bir növ mühəndislik user tərəfindədir. Yəni hazır bir məhsulu maksimum ora burasını dəyişib nəsə test eləyərsən, eləyərsən,
run eləyərsən, deploy Yeni eləyərsən. nəsə yaratmırsan. Hə, Və next satmırsan. level-a aysə düşüb onu sıfırdan məhsul qurma və s. İndi dəyişib təbii ki. İndi mən çalışmıram, amma o vaxt üçün Fərqli idi. Scripting falan maksimum nəsə eləyə bilirdi. İndi Qazaxıstandan daha yaxşı xəbərlər gəlir. İnvestisiya mühiti çox yaxşıdır. Yeni startaplar yaranıb və çox güclülər bu dəqiqə bazarda. Özbəkistanda eynilə. Biz hətta bir addım məncə bir neçə addım geridən gəlirik. Eynən. Əslində Amerikada da aktivdirlər. Silk Road layihələri var. Eynən, hə, biz də onları işıqlandırmışdıq. Çox yaxşı layihələri var. Onların bir şey eləməyə çalışırlar, eləyirlər və məncə onlar dövlət səviyyəsində də GPU falan, data center falan da yatırım eləyiblər. Yəni çox böyük yatırımlar var, dəstəkləri çox yaxşıdır. Yəni amma deməzdim ki, aramızda qəp vardı, yəni şey olaraq potensial, kadr potensialı olaraq. Hə, yəni. Yəni mən o şey deməzdim, hə. Məsələn, ola bilər İsrail, məsələn, Avropa məktəbləri daha güclü. Yenə də çünki məktəbə gəlir də engineering school-lar. Məsələn, Türkiyədə engineering school-lar güclüdür məsələn. Oradan engineering, computer science-ı qutaranlarda hissə olunur məsələn. Amma mən eyni şey Qazaxıstan, Özbəkistan və ya da Azərbaycan üçün hələ də bilmirəm, deyə bilmirəm. Məncə o məktəb önəmlidir. Bir müsahibəndə qeyd etmişdin ki, Silicon Valley-in mindset-i var. Silicon Valley-in mindset-i nədir? Belə bir sözü niyə işlətmişdin və bu mindset nədir? Bu mindset orada əslində mən gələndə elə birinci il idi. Mən də onu başa düşməyə çalışırdım ki, ona görə davamlı meetup o bu. Yəni sıfırda network yoxdur, heç kim tanımıram. Başa düşmədim burada nə baş verir də, yəni. Aha. Və onda başa düşürsən ki, orada məsələ go get it deyirlər. Yəni orada bir dənə ingilis var, o da 10 müddət orada yaşamışdı. Falan şey istəyirsən, go get it. Yəni ki, kimləsə oturum, gözləyim, nəsə şikayət edeyim. Yəni orada sən survive elədinsə, yəni o go get mindsetində də. Yəni dünyanın heç bir yerində sən oturub kimdənsə nəsə gözləmirsən, kiməsə inciyim, küsüm, nə bilim, atam eləsin, dostum eləsin, falan kəs eləsin. Yəni davamlı elə bil ki, action modundasan. Yəni elə bil ki, yıxılırsan, durursan da, yəni yıxıldın, nə oldu məsələsində, yəni kimsə sənə haqsızlıq elədi, nə elədi, yəni okey. Sadəcə irəlilə. Hə, sadəcə elə. Məsələn, orada məsəl üçün entrepreneurship və s. Yəni hətta deyirəm ki, oradakı azərbaycanlılar olaq da məncə müəyyən sayda geri. Məsələn, orada deyək bir başqa millətdən olan dostum vardı. 2 həftə ondan görüşmədim. Yəni nə yeni var? 50 dənə şey sayırdım. Məsələn, getdim onu elədim, alınmadı, bunu elədim, bunu elədim. Bir növ normal artıq öyrəşirsən də. Aha. Hə, bir növ orada insanlar just doing more da ola bilər. Yəni uğurlu olacaq, olmayacaq, amma volume olaraq, intensity olaraq insanlar daha çox şey eləməyə ən azından çalışır, eləyir. Daha çox sürət, daha çox hərəkətdədirlər elə bil. Aysə o. Orada deyirəm ki, yəni 2-3 həftə məsələn kimləsə görüşmə gələcək, getdim mən LA-də falan müştəri ilə danışdım, nə bilim, oradan getdim məsələn Dubaya nəsə eləməyə, buradan getdim, burada pitch elədim. Yəni elə məsələn bir xanım dostumuz var idi məsələn. Hətta elə o vaxtda ki, yəni tədbiri çıxış elədi və s. Getdi, yorulmuşum. Hə bundan sonra getdilər 2 dənə də məsələn pitch elədi məsələn. Nə baş verir ki, orada yaşayan insanların fokusu dağılmır, bir yerdə qalır və davamlı irəliləyirlər və hər şeydə yoğunlaşırlar. Məsələn, tədbirlərə gedirlər, sizin kimi sosiallaşırlar. Yəni oradakı icma nəzərdə tuturam, siz deyəndə davamlı sosiallaşırlar, irəli gedirlər, hamıda nəsə var. Məsələn, mən öz dostumu 10 gün, 20 gün görməsəm, eyni yerində olacaq yəni. Zəng edəcəm, hə, eynidir hər şey. Necə olur ki, irəli gedirsiniz? Nə baş verir sizdə? Məncə bilmirəm, onun bəlkə də bu həm də mənim paxıllığımdır ki, sizdə nə var, bizdə yoxdur. Orada insanlar grossa çox meyllidirlər. Aha. Yəni bir növ insan o havaya da düşür. Məsələn, deyək gəlsən coffee shop-a, məsələn görsən ki, bu 3 nəfər orada nəsə ideya kağızda nəsə brainstorm eləyir, bu burada laptopda. Yəni bazar günü 6-cı gün fərqi yoxdur da. Yəni bir növ overall vibe-da şeydir ki, yəni sən də nəsə eləməyən də guilt hissi gəlir də insanda. Bir növ o imanı niyə görə? Mən deyirəm ki, o kapital məsələsidir. Orada çoxlu pul axını var və o pul axını gələndən sonra təbii ki, startup ekosistemində necədir? Sənə məsələn fundraise elədin, you are on the clock da. Növbəti 2 il ərzində nəsə eləməlisən. O pulu xərcləməlisən. Yəni oturub bankda qoyum deyil də məsələn. Bir də böyütməlisən işi. Hə, böyütməlisən eləsən. Bunlar da başlayırlar ki, çarpışmalar, daha nə edə bilərik, daha nə edə bilərik və
Və bir növ o startap vibe əslində biz Google-a falan baxsaz year over year 40% böyle o scale-də o şirkətdə. Yəni bu şirkətlər də o qədər datını və analiz ediblər ki, o growth-u, yəni o scale-da şirkət, məsələn Nvidia falan hamısı da, yəni böyümə sürəti. Yəni mən bunların hamısını deyərəm ki, startapından 2 nəfər startapından tutmuş böyük multimilyardlıq şirkətinə qədər hamısının bir dənə hədəfi var, growth. Yəni məsələn accelerate orada belə terminallar var. Yəni ki, ya sürətlə böyüyür, ya falan ortada prosta öz sürətimlə gedim, yəni öz yolumdan. O yoxdur. Yəni ya you make it or yəni you fail, yəni you're out. Aha. Məncə o böyümə sürəti də orada yaşayan hamıya təsir edir və fikirləşsən ki, mən geridə qalıram. Mən irəliləməliyəm. Hətta exactly go big or go home məsələn məşhur Steve Jobs-un şeyi əslində o yuxarı leveldan məsələn onlar hamısı gəlir və bir növ onların da belə dediyi belə bir şey, we are on the knowledge business, yəni everything is out. Yəni knowledge biznesində o demək ki, bütün distractionları minimuma indiririk. Yəni core focusu veririk ki, maksimum öyrənib, maksimum sürətli öyrənib, maksimum daha çox iş görməyə. Sənin hətta oradakı coffee shopda gördüyün təcrübə belə adamı motivasiya edir ki, yəni təsəvvür eləmək olur ki, oradakı atmosfer necədir? Adam belə ilhamlanır. Bəs səncə o mühiti Azərbaycanda yaratmaq üçün nə lazımdır ki, adi ətrafında, dostda, tanışda, hamının developer olduğu bir mühitdə belə adamlar nəyisə yaratmağa həvəsli olsunlar. İnnovasiyanın içindədirlər, amma ki, yaratmağa nəsə elə bil ki, onları itəlmək lazımdır. Nə olmalıdır səncə? Mən də əslində, yəni indi bir neçə müddətdə o görüşlərdə falan elədi. Mənim observationum ondadır ki, bir növ overthinking eləyirik. Over düşünürük. Məsələn, və ya da oturub nəsə gözləyirik və ya da yəni bir növ biraz thinking prosesi sadələşdirmək lazımdır da. Yəni məsələn startup eləmək istəyirəm, super əla. Amma o demək deyil ki, mən full time işləyən bir insandan daha belə lifestyle olaraq az olmalıdır. Məsələn, o deyir ki, hal maşını sürməlidir, gedib hər gün kofe içməlidir. Mən startup eləyirəm deyə ancaq kofeni evdə dəmləməliyəm. Yəni birinci hədəf onda olmalıdır ki, deyək məsələn mən full time işləsəm 3000 manat qazana bilərəm potensial. Mən startupı nə edeyim ki, növbəti 3 ay ərzində o 3000 manatı qazanım. Yəni o milyardlı şirkət olacaq, olmayacaq o birinci verəcəyimiz sual deyil də. Hə, birinci o sadə, simple və onu da time box eləməli. Növbəti 3 ay ərzində mən nə edə bilərəm? Məsələn, müəyyən bir o daha sadə sualdır, daha asan hədəfə çatıla biləndir. Hə, ona çatandan sonra yəni bir növ istəsək də, istəməsək də pul lazımdır da. Yəni bizim özümüzün şəxsi və s. yəni onu başa düşmək lazımdır ki, müəyyən ehtiyaclarla evdə qalmalısın. Yəni çünki sən softverdə bir iş də ortaya qoyanda sən maksimum distractionlardan kənar olmalısan. Distractiondan kənar olmaq ən böyük lazım olan sənə kapital lazımdır. Hə, bir növ birinci oradan başlamaq lazımdır ki, mən necə məsəl üçün də deyək növbəti 3000. Çünki siz əgər bir full time işdən 3000 manat qazanırsınız və ya da ki siz startup edib 3000 manat revenue eləyirsiniz, o revenue 6000 manat eləmək üçün bəlkə sizə 6 aydan az vaxt lazımdır. Amma full time-da işləyib onu 2 qat eləmək üçün sizə bir neçə il lazımdır. Yəni gross böyümə sürəti startup nəsə öz iş fikrində daha yuxarıdır. Ona görə bir növ deyirlər öz birinci şeydən başlayın. Dünyanı düşünüb, dünya daha qlobal və s. yox, öz bunu ən vaxtda real olur. Ondan sonra məncə artıq gedə-gedə daha da məsələn o böyüksə həm müştəri bazasını artırmaq, kimsə işə götürmək, nə bilim, bunu gedib VC-yə pitch eləmək və s. Amma məncə bir növ biz onu skip eləmək istəyirik ki, mən növbəti 2 il ərzində nə edə bilərəm ki, 2 milyon məsəl üçün raise eləyəm. Və ona da çata bilmirik növbəti 2 il ərzində. Demotivasiya oluruq, gedirik full time işə, təzədən qayıdırıq, nə edirik. Yəni bir növ məncə o düşünmə tərzimizdə problem var. Bir də ki, ümumiyyətlə olaraq biraz da content şeyimiz də zəifdir. Ümumiyyətlə ki, özümüz birincisi bizim produkt kimi özümüzü görə bilmirik. Biz nə geyinirik, nə yeyirik, nə içirik, kimlə otururuq, dururuq. Ümumiyyətlə bu şeyləri özümüzü də bir növ baxmalıyıq, nəzərdən keçirməliyik. Yəni öz lifestyle-ımız necədir və s. Ondan sonra o incrementally improve eləməliyik. Həm sağlamlıq baxımından, həm məsəl üçün həyat stili baxımından.
Bəs səncə developerlər arasında fərq varmı? Amerikada Silikon vadisində olan bir developerlə Azərbaycandakının fərqi varmı, yoxsa səncə eyni kadr potensialıdır? Burada məsələ spesifik olaraq birlikdə maturity-də deyərdim. Yəni də maturity-də nədir? Məsəl üçün mənim value-lar var da, prinsiplər var ki, yəni mən nə istədiyimi bilirəm, nə istədiyimi, nə istəmədiyimi də bilirəm. Mən kiməm? Sualın da cavabını bilirəm. Və yaxud da ki, onu davamlı o sualın üzərində çağırır. Məsələn, mənə görə integrity-dir, yəni ki, yüksək olmalıdır. Çünki ola bilər ki, biz düşünürük ki, bu şirkətdə məsələn mən yola verdim, heç kimin xəbəri olmadı və s. amma əslində bəlkə də biz sabah startap eləyəndə o bizim işçi olduğu bir rekomendasiyasını bəlkə bizə investisiya yatırmayacaq. Yəni fərqi yoxdur, insanlar baxır. Yəni hər kəs onsuz da baxır, izləyir şey olaraq. Yəni bizə mən bir dənə onda bir dostumuzla görüşə getmişdim, hackathon təşkilində. Onun mənə məsəl üçün çıxandan sonra məsəl üçün yəni danışdıq elədik. Sonra su qabı idi. Məsələn çıxanda onu da yığışdırdım, apardım, atdım. Qayıtdı ki, bizim bu hiring strategiyamız, trikimizdir ki, intervyeri çağır, intervyu edir. Çıxandan sonra öz arxasında yığışdırmırsan, ona məsəl üçün növbəti raunda keçmir və ya da hayır eləmirik. Yəni orada insanlar o levelda müəyyən bir maturity-yə baxırlar. Yəni sadə bir hərəkət gələ bilər və ya da ki, kimləsə danışmağa yaxınlaşırsan, sənin 1 dəqiqə vaxtın var ki, onun attention qrab. O artıq 1 dəqiqə sənə şans verir və o 1 dəqiqədə kommunikasiya ilə qurmalısan ki, bu insana səninlə danışmaq maraqlı olsun. Yəni texniki bacarıqlardan çox şirkətə qatdığı dəyər, soft skilllər, bunlar vacibdir. Soft skilllər və verdikdə özünü necə prezent eləmə məsələsidir. Hansı ki, integrity, doer, yəni ki, insanlar görmək istəyir ki, sən sadəcə danışmırsan da, ortada məsəl üçün davamlı olaraq bir şeylər eləyirsən. Məsələn, giver mentalitydir ki, insanlar sevir ki, sən resourcefulsan. İnsanlara bir şey qata bilirsən və onu insanlar görürlər. Yəni növbəti passion olmağı da hər hansı bir sahədə onlar çox dərin bilən maliklər. Yəni sadəcə üzdən yox məsələn. O günləri bir dostumuzdan məsələn soruşdum, computer science-da oxuram, ChatGPT necə işlədiyini bilirəm, necə işləyir, buradan girsən bunu yazsan. Yəni o deyil məsələn. Yəni bir şeyi daha dərindən başa düşmək də o deməkdir ki, o sahədə qabağa çıxan istənilən resursu oxuyursan, araşdırırsan, eksperiment edirsən. Bir də sonuncu parametr deyirəm ki, value resilience-dir. Ki, yəni biraz çətinliyə düşən kimi orada insanlar daha skeptik yanaşır, daha yəni həllinə fokuslanır ki, what I can do more. Bir növ o da biraz məncə deyərdim ki, bizdə gördüyüm biraz daha çox qısa vaxtda nəticə istəyirik, amma biraz long term hövsələ məsələsi biraz orada məncə daha şeydir. Bəs səncə ümumiyyətlə süni intellekt olmadan bir startapı qurmaq necə olar indiki durumda? Uğurlu olar yoxsa uğursuz olar? Yəni məsələnin kökündə əslində baxaq ümumiyyətlə şeydə, yəni bir dəyər qazanmaq, dəyər qatmaqdır da kiməsə. Sən orada süni intellekt istifadə eləyirsən, eləmirsən. Yəni müştəri maraqlanır ki, mənim problemi həll edirsən, eləmirsən. Yəni checkbox odur. Məsələn, orada hackathonlar, tech yarışlarında və s. məsələn insanlar gəlir hansısa müəyyən bir problemlə. Onlara yəni maraqlı deyil ki, sən orada hansı stackdən, hansı məsələn, axırıncı son işlədim məsələn, Glary şirkətində də bizdə belə bir model ki, biz ən yaxşı süni intellekt modeli götürüb ən yaxşısını öz müştərimizi serv eləyəcəyik. Amma bizə maraqlı deyil ki, biz öz modelimizi məsəl üçün quraq və s. Yəni istənilən bir müştərinin də problemi nədir? Hədəf onda olmalıdır ki, ən son ən yeni nə varsa onu götürüb texnologiya olsun və s. onu istifadə edib müştərimizin problemini ən yüksək səviyyədə həll edirsən. Yəni süni intellekt bir alətdir, vasitədir. Yes. Sadəcə böyümək üçün bir daha yaxşı vasitə hesab olunur. Yəni bu gün süni intellekt və sabah daha başqa yeni alternativ bir texnologiya çıxa bilər və yaxud da və s. Yəni bu gün üçün bəlkə də elə səslənir və mən düşünürəm ki, süni intellekt istifadə etmək lazımdırmı? Çox hallarda lazımdır. Amma elə məsələn space engineeringdə o qədər də bu dəqiqə effektivdir və yaxud da ki, ClickHouse var məsələn low level database developmentdə bu dəqiqə istifadə olunur. Yəni ona görə it depends. Yəni hansı problemi həll edirsən. Süni intellektin güclü olduğu məqamları var, zəif olduğu məqamları var. Bəzən məsələn bank sektorunda deterministik workflow-da süni intellekt
məsəl üçün istifadə etmək o qədər şey deyil məsəl üçün. Çünki financial və sair məsələlərdir. Və yaxud da müəyyən bir sahələr var, orada highly regulateddir, insurance sahəsində, orada məsəl üçün müəyyən problemlər üçün süni intellekt istifadə etmək anti-regulationdur. Biraz ona görə deyərdim ki, asılıdır problemdən və müştərilər. Aha. Bəs iş mühiti şirkətlər arasında kimi fərqləri var? Yəni Azərbaycanda məsələn bank sektorunda daha çox belə əcaib tətbiq olunur, işlər güya daha rahatdır. Yəni buna fokuslanıblar, amma mənzərə elə görünmür. Yəni detallı baxanda mənzərəyə deyirsən ki, nə qədər problemlər var. Bəs Amerikada iş mühiti necədir? Şirkətlərin yanaşması necədir? İşə təhvil ver, get, yoxsa təmiz fərqlidir? Yəni mən orada deyərdim ki, məsələn, Covid-dən qabaq da mən çalışanda orada iş şeyində necə idi? Bir işə yox, elə bir bağçaya gedirsən də, yəni ofislərdə məsəl üçün nə bilim oynamaq üçün, əyləncə üçün, nə bilim ping-pong table və s. Yəni biraz sadəcə stollar qoyub boring bir ofis environmenti deyil də. Orada məncə ondan idi ki, elə ilkin başlanğıcda Google və s. şirkətləri yaradılan, onlar Stanfordda gördükləri kampus environmentini istəyirlər davam eləsin. Ona görə bir növ əyləncəli bir ortaq mühit idi. Və indi də hal-hazırda müəyyən bir Covid-dən sonra şirkətlər həm coworking tipli bir yer açıb, həm öz işçiləri gəlir, həm də öz müştərilər gələ bilər və s. Bir növ indi çalışılır mix eləməyə ki, daha çox sadəcə olur ofis vibe verməsin, həm də və yaxud da ki, bizim məsəl üçün son şirkətdə ayda bir dəfə coworking mərkəzində gedirdi, məsəl üçün insanlar yığışır, yəni socialize və s. eləyirdi. Yəni işə gəlmək məcburidir, yoxsa yox? Və yaxud da həftəlik iclaslara qoşulmaq, üzbəüz olmaq məcburidirmi? Yəni məcburi, ümumiyyətlə çox fleksibeldir. Mən bir dəfə onda Nginx-də işləyəndə icazə almağa çalışdım menecerdən. Deyir ki, biz zavodda işçi deyilik də, o şey kimi bu saat gəl, bu saat gəl. Sən özün qərar versən, yəni işin var, nə bilim, uşaq orada çalışanlar var, yəni kidir, drop eləyən uşaqları bağçaya aparın. Yəni orada heç kimə icazə alınmır və yaxud da ki, otpuska və s. unlimited PTO deyirlər, unlimited vacation. Amma o artıq asılıdır sənin menecerin arasındakı olan işə uyğun şeydən. Məsələn, ola bilər ki, sən proyektdə yoğun işləyirsən, deyirsən ki, sorumları mən 2 həftə off olacağam və s. Yəni çox flexibility var o baxımdan. Amma müəyyən də şirkətlər var ki, XAI olsun və s. orada da işləyirsən ki, məsələn 16, 17, 18 saat nə bilim insanlar burnout falan da olur. Onun da öz problemləri var. Amma in average-də insanlar 7 gün ola bilsin işləyir, amma eyni vaxtda ortada gedib cimə də gedə bilər və s. Biraz daha elə bir ki, özü müəyyənləşdirsən ki, mən öz iş saatlarımı məsələn 3 saat səhər işləyəcəm, sonra 2 saat axşam, yəni time zone-la falan da işləyirlər orada məsələn. İnsanlar ona görə bu qərarlar daha çox sənin öhdəliyinə buraxılır. Unless ki, işdə delay olmasın, yəni danışdığımız meetingdə ol və s. yəni. Sən artıq neçə ildir Amerikadasan? 9. Aha, bu 9 ildə Silikon vadisində süni intellektdən sonra nələr dəyişdi? Süni intellektdən sonra nələr dəyişdi? Deyərdim ki, sürət biraz daha da artdı. Bizdə üst-üstə düşdü, Covid artıq bitirdi, insanlar ofisə gəlir. Artıq bir növ əvvəl South Bay-də var idi, sonra San Francisco-da. San Francisco ərazisində daha çox artıq in-person çağırırlar. Yəni insanları ofisə çağırırlar 2-3 dəfə minimum. 5 dəfə çağıranlar falan da var. Artıq başında evdən işləmək effektiv deyil. Onu insanlar qəbul edir və çünki artıq sürətli işləmək lazımdır və süni intellektdən sonra və bir növdə indiki tendensiyada ondan ibarət ki, AI native şirkətlər qurursan. AI native-də nə deməkdir? Bir növ daha çox sən AI-ları orkestrate edirsən, agentic workflow-lar falan. Yəni hər bir insan daha məsələn 10 dənə AI agenti paralel run edir və onların nəticəsinə baxır, idarə edir. Yəni bir növ daha az balaca komanda ilə daha çox işlər görmək və bu dəqiqə şirkətlərin də bir-birinə compete elədiyi bir parametr var, hansı ki revenue per employee. Ki, yəni adam başına düşən gəlirdən, yəni şirkətin deyir, mənim 50 işçim var, mən 50 milyon revenue edirəm. Məsəl üçün adam başına ildə 1 milyon. Amma şirkət var, məsələn, daha öncəsə o parametr 200 min idi məsələn adam başına, məsələn, daha yaxşı sayılır. Biraz bu şey var ki, daha balaca komandanın daha çox necə gəlir əldə etmək.
Aha. Bizim əməkdaşımızın bir dənə sualı var. Onu indi oxumağa çalışırdım ki, o xüsusi sual yazıb ki, Azərbaycanda belə bir problem var. Juniorlar xüsusilə bunu eləyirlər. Developerlər və yaxud da data ilə işləyənlər müəyyən dataları eksport eləyirlər və süni intellekti yükləyirlər. Yox, mən bunu eləməmişəm. Nə yaxşı ki, eləməmişəm, hə. Bizə bu maraqlıdır ki, bunun təhlükəli tərəfi nədir? Bu şirkətin məlumatları ola bilər, adi insanların məlumatları ola bilər. Yəni həm biznes tərəfi məlumatlarını yükləyirlər, həm də ki, fərdi məlumatlardır. Orada hər şey əhatə olunubdur. Bunu ChatGPT-yə yükləyir, deyir ki, bunu falan formada mənim üçün düzəlt ver. Nə kimi riskləri var bunun? Risklər kifayət qədərdir, çünki orada bir neçə məqam var. Birincisi, ChatGPT-nin default settings-ə girsəz, orada belə bir əslində by default sizdən bəlkə də icazə alınır. Yəni sizin datanız train olunmaqda istifadə oluna bilər. Və bu çünki süni intellekt ümumiyyətlə baxanda o necə yarandı da, yəni Transformer arxitekturası Google-un research proyektidir. ChatGPT-nin yaranması ondadır ki, daha çox datanı götürürük, daha çox kompüterdə train edirik və bundan sonra ağıllı bir model çıxır ki, həm token prediction məsələdir. Yəni burada data çox önəmli hissəsidir. Və bu bütün AI lablardakı OpenAI, nə bilim, Anthropic overseas bunlar data hərisidirlər də hal-hazırda. Yəni ki, və competition da yüksəldikcə o hərisi biraz da artır ki, daha çox data məsələn. İndi əvvəl internetin bütün datasını alırlar, amma sonra da insanlar istifadə edir ki, süni intellekti o da data generate edir. Bir növ indi orada unclear-dir ki, və ona görə nə qədər lawsuitlər var ki, həsə rəssamın nə bilim işlərini train eləyiblər, nə bilim kino sayəsində və ya səs sayəsində. Yəni bu lawsuitlər yəni left and right baş verir. Ona görə yəni ki, siz datanı qoyub assume eləyin ki, yəni it will be good intention, o da orada. Digər tərəfdən hacker hücum eləyib o məsələn müəyyən bir datalar və s. eləyir. Ona görə minimum o bildiyiniz AI toollar istifadə eləmək və minimum onu AI eləyə biləcəyi qədər data vermək lazımdır. Onunla bağlı PII, data və s. məsələlər var ki, data privacy ilə və s. ilə bağlı. Orada da deyərdim ki, siz əgər onu məsəl üçün yükləyəndə və s. növbəti bir şey də var ki, government-in də access-i var və s. Yəni siz nə qədər çox data verirsə, bir o qədər çox sizi kontrol edir. Məsələn, OpenAI indi reklam biznesi başlayır artıq sizi daha çox nə qədər çox məsələn data versəniz, bir o qədər çox tez və asanlıqla sizi manipulyasiya edə bilərlər. Ona görə məsəl üçün modellər var ki, hansı ki lokalda run eləyə bilərsiniz öz kompüterinizdə və s. Və yaxud o datanın müəyyən bir deyək pasport nömrəsi ola bilər və s. onların ehtiyac yoxdursa kontekstə bilməyə remove eləyib yükləmək və s. Yəni müəyyən bir metodlar var ki, onu istifadə edib, yəni çalışmaq maksimum datanı az ötürmək və əgər o da alınmırsa, lokalda modeli də run edib. Çünki deyərdim ki, 70% üzəri sizə lazım olan tasklara lokalda run olan kiçik modellər də kifayət edir. Yəni. Başa düşdüm. Bununla bağlı deyəsən Polygraph AI-in bir dənə startupı var idi. Yəni onlar deyəsən daxildə yaradırdılar hər bir şirkət üçün və heç bir risk artıq daşımırdı. Yəni heç bir məlumatlar əlavə tutaq ki, ChatGPT-yə yüklənmir, elə daxildəcə onu inteqrasiya edirdilər. Yəni Polygraph ola bilər xüsusi onların produktlar security və sərvisədir, amma çətin bir şeydir. Hər bir kəs onu, yəni istənilən balaca modeli kifayət güclü orta-bab kompüterlə run edib öz şeyini eləyə bilər. Əgər onlar da alınmırsa, məsəl üçün cloud hər hansı bir instance rent eləyə bilər, öz modelini run eləyə bilər. Yenə düzdür, cloud da kiminsə də, amma o daha yenə də ChatGPT və s. açıq eləmələrdən daha məsəl üçün safe sayılır. Həm sosial mediada gördüyün, həm də ki artıq 2 həftədir Bakıdasan, gördüyün qədərilə Azərbaycandakılar süni intellektlə bağlı nəyi gözdən qaçırırlar? Developerlər ola bilər, şirkətlər ola bilər. Nə var ki, məsələn deyirsən ki, ay da buna niyə diqqət eləməyiblər, amma bu mütləq tutaq ki, diqqət edilməli məqamdır. Məsələn, hakatonda da iştirak eləmişdim. Bəlkə orada da nəyisə müşahidə elədin ki, bunu biz başqa cür eləyirik Silikon vadisində. Mən deyərəm ki, toollar eynidir orada da, burada da və s. Məncə bir növ əslində məsələn problem tanıdıq. Əslində bu dəqiqə nəsə bir develop eləmək daha çox asanlaşıb da. Mən sadəcə olaraq deyərəm ki,
kifayət qədər yeni startaplar görmürük və yaxud da ki, mən görmürəm və yaxud da ki, sosial şəbəkədəyim deyə mən görmürəm ki, yəni bir məncə günə 100 azmanın yeni kiçik layihələr çıxmalıdır da. Yəni biraz çünki sünnəti asanlaşıb hər kəs çünki əvvəl nətərdə ancaq mühəndislər kod generate edir. Məsələn, Action mühəndis deyil də bayaq öncə danışdığımız dostumuz. Amma o özü kod yazıb, app də yazıb və app revenue də qazanır. Yəni mühəndis olun və düşünün ki, əvvəl əgər biz danışırdıq ki, startap ancaq ölkədə olan 200 mühəndis eləyə bilər, indi artıq hüquqşünasından tutmuş nəyə qədər, nə bilim 200 min insan eləyə bilər. Amma yenə də o say artsa da, yəni potensial bar low olur da, yəni ümumiyyətlə artıq sənin bir startap eləməyin üçün mühəndis olmağına gərək yoxdur da, yəni nasıl bir app yazmaq üçün və s. Və bu da o deməkdir ki, hər kəs eləyə bilər, ideyası olan hər kəs. Yəni indi məsələ ondadır ki, ideyası olan insanmı sayımız azdır, yoxsa tənbəllik ideyamız var və yaxud da ki, bilmirik. Yəni hardasa boşluq var ki, o fərqi görmürük. Məsələn, Amerikada mən artıq görürəm ki, bir müzikdə olan insan artıq startap eləyir, nə bilim, coffee shopda işləyən insan startap eləyir, məsəl üçün, filan kəs, bəhmən kəs. Yəni hər kəs artıq özü kod yazmır, yəni vibe coding eləyib o AI toollarla öz startapını independent şəkildə launch eləyə bilər, ideyasını və revenuesunu da qazanır. Bəlkə də Silikon Vadisi mindseti budur. Bizdə bu yoxdur. Bəlkə də. Hə. Bəlkə də buymuş. Yəni mən daha çox bizdə elə bir quruculuq yoxdur sanki. Motivasiyadırmı, inisiativdirmi, inanmırıqmı ki, bizdə alınar? Bəlkə də yollarını bilmirlər ki, bu startapı necə qurmaq olar, sıfırdan necə yaratmaq olar. Çünki bu barədə sıfır bilgidir. Məsələn, Amerika məktəblərində bu keçirilir ki, necə sahibkar olmaq olar, necə biznes qurmaq olar, gəlir modelini necə yaratmaq olar. Bizdə bu düşüncə yoxdur, axı biz daha çox şirkətə hazır işçi kimi getmək istəyirik. Yəni məsələ informasiya qıtlığında deyil. Çünki deyə mən özüm də sosialda paylaşıram, digər insanlarda kifayət qədər informasiya var və pulsuzdur. Yəni əksəs istənilən bir kompüter notebook olan insanlar əl çatandır. Yəni orada bir problemimiz yoxdur. Deyə əvvəl məsəl üçün mən telekomda çalışanda o var idi. Çünki oradakı nə bilim neçə milyonluq avadanlıqlarda ona təcrübə qazanmaq üçün gərək telekomda çalışmalıydın. Amma indi süni intellektlə bağlı o problem yoxdur, o baryer yoxdur ki, sən ümumən Amerikada olmalısan, sən ümumən özün model treyn etməlisən. Treyn olunmuş modellərdir. Hamısı da pulsuz istifadə edə bilirsən. Yəni toollar maksimum ayda $20 verib kursora membership falan alarsan. O problem yoxdur, amma indi qəp ondadır ki, bir insanlar istəyirmi? Məncə bir növ insan hər yaxşı yaşamaq istəyir, orada problem yoxdur. Daha tez pul qazanmaq istəyir, amma bir növ inisiativ göstərmək, action eləmək, bir növ mentormu, hardasa mən daha çox şeylə bağlayardım ki, sən ətrafında insanlar eləmir, sən də eləmirsən. Bir də insanlar başlayanda eləməyə yavaş o bir nöqtə və yaxud da ki, kimsə məsələn 3-5 dənə uğurlu startap olacaq elə ki, sonra scalable hal alacaq. Məsələn, Türkiyədə gaming industriyası necə inkişaf edir? Bir neçə dənə exitləri falan oldu, gördülər ki, filan kəs qonşum idi, getdi game elədi, indi məsəl üçün milyonerdir. Mass adoption başladı. Bəlkə azmanda indi o nöqtəni gözləyirik ki, yəni ki, hər kəsin tanıdığı 3-5 nəfər startapı da məsələn milyardlıq şirkətlər və s. hansı ki onun yaxınında da məsələn qəribə travel məsələn növbəti Salto Dala, Polygraph, məsələn Vandom startap. Prosta bunların bir dənə fərqi var ki, bunlar hamısı Azərbaycanda olmayan Azərbaycanlılardır. Evet. Bəlkə burada olsa, onda bəlkə daha maraqlı, yəni şey olar. Gəl sənə elə bununla bağlı maraqlı sual verim. Tutaq ki, sənin əlində 20.000 manat var, Azərbaycandasan və sənə deyilir ki, süni intellektlə bir dənə biznes qur. Və sən demirsən ki, startap azdır, düşüncə tərzi o bizdə yoxdur, gəlmir və yaxud da ki, ilham pərimiz bəlkə yoxdur. Gəl 20.000 manat verilir sənə. Startap süni intellektlə qurursan. Nə ideyası olar səndə? Və yaxud nə tövsiyə edə bilərsən ki, əlində 20.000 manat olan adam getsin o biznesi qursun süni intellektlə? Mənim кейsimdə heç mənə 20.000 manat da lazım deyil startap eləmək üçün. Yəni mənim hal-hazırki stateimdə də, yəni çünki knowledge olaraq kimisə o 20 manatı xərcləyəcəyi şeyləri mən pulsuz da eləyə bilərəm. Hə, amma indi məsələ ondadır ki, əgər mən tələbəyəmsə, indi sual çünki
20 manatı kimə verirsən? Əgər sən 20 manatı Tutaq ki, 30 yaşında müəyyən qədər bir vibe coding təcrübəsi olan, müəyyən qədər də biznes var. Yəni startapçıdır, amma uğur qazana bilmir də, amma 20 min manat da var. Süni intellektdə biraz bilir. Səncə nə ideya eləsin ki, uğurlu olsun? Yaxud da sən demiş, bütün informasiyalar əl çatandır, gedib axtara da bilər. Əsas odur ki, bir dənə ideya ver. Yəni ideya baxımından məsələn 30 yaşına çatıbsa, əgər bu insan artıq hansı sahə, yəni bu X bir sahəsində uğurlu. Məsələn, bu ola bilər ki, 30 yaşına çatan bir insan diş həkimidir. Mən fokusu verərəm ki, play for your strengths-də. Güclü tərəfin handadırsa, sən 30 yaşındasansa, güclü tərəfində fokuslan. Sən əgər 20 yaşındasansa, növbəti 2 ili ver, güclü tərəfi tapmağa çalış. 50 dənə işlə məşğul ol. Ondan məsələn bax ki, hansı ən güclü tərəfindir. Amma əgər çatmısansa müəyyən yaşa, həvəsin nədir, güclü tərəfin nədir, onu müəyyənləşdir. Və ondan sonra o sırf sahədə müştərin kimdir sualına cavab ver. O müştərini tapandan sonra o müştəridən məsəl üçün deyək hədəf olaraq 1000 manat qazanmaq istəyirsənsə, o 1000 manat yox, ona 10.000 manatlıq dəyər verib, ondan necə 1000 manat alacağı üçün o 20.000 manatı xərclə. Yəni biraz şey oldu, bilmirəm, tam olaraq. Yəni yenə də məsələ ondadır ki, bir müştərini tapmaq üçün, əgər 3000 manat verib məsəl üçün AI toollar qoşub, pipeline qurub o müştərinə və yaxud da 100 müştəri yazmağa kömək edirsə, ona istifadə elə bilər. Amma müştəridən başla. Yəni gedib sadəcə olaraq toolları alım, qurum, müəyyən bir həll qurum, sonra gedib müştəri axtarım eləmə. Birinci müştəridə sonra sual ver ki, ən qısa vaxtda bu müştəridən bu pul almaq üçün mən nə etməliyəm? Ola bilər cavab çıxacaq ki, bu 3 dənə AI tool bir-birinə baş etsə, sənə məsəl üçün product yazmaq lazımdır və s. Çünki çox zaman mənə elə gəlir ki, biz müəyyən bir fikirləşirik ki, bunun müştərisi olacaq ümidi ilə nəsə edirik həll, sonra çalışırıq ona müştəri tapmağa. 2 sualım var. Məsələn, onunla bağlı, amma hər kəsin elə biləcəyi bir şey vardı. Mənim bir sadə trik öyrəndim. Məsələn, eyni zamanda sənə də deyərdim ki, məsəl üçün də əgər heç müştəri də yazır məsələn, hər kəs danışmağı sevir. Məsələn, yazdım, məsələn, gəldim, məsələn, bu danışmaqdan asan nə var ki? Yəni deyərəm ki, məsələn, mən baxardım ki, mən maliyyə sahəsi üzrə deyək ki, bu segmentdə bu müştərilər, amma yazıram mənə məsəl üçün vecin alan yoxdur da. Deyirəm ki, mən bir dənə maliyyə sahəsində, X sahəsində podkast başlayıram və o potensial müştəriləri gətirib orada danışdırardım. Və çünki hər bir insan danışmağı xoşlayır və eyni zamanda həm onların münasibət yaranardı, həm onların problemlərini başa düşərdim. Ondan sonra məsələn, həm də məsəl üçün social influence və s. həm də SME kimi tanınardım. Ondan sonra gətirim, indi də gəl X məsəl üçün məhsulun məsəl üçün satmağa. Siz bu barədə danışmışdınız, mən də belə bir həll yaratdım kimi. Hə? Siz rezonant edir. Məsəl üçün, hətta məhsuldan qabaq onun reklamı getməlidir. Məsəl üçün, mən nə vaxtı görürsünüz socialda məsəl üçün, həm mentor lazımdır deyirəm. Amma əslində onun arxasında şey oldu ki, mentor map AI bir produkt var, məsələn, Vurğun Hacıyevin. Onun məsələn növbəti launch olacaq. Məsələn, amma məhsuldan qabaq onun məsəl üçün promotionu gedir ki, birinci aşılayırsan ki, hə mentorluq lazımdır, məsələn, falan kəs burada stop. Amma əslində həqiqətən də lazımdır. Yalançı şey deyir, amma sadəcə olaraq bir növ mən deyirəm ki, 100 dənə post content yaradıb promote eləyirsən, bu da ki, bunun məsələn həllidir. Bazarı elə ki, hazırlayırsan o şeyə, yəni ondan sonra here is the product. Süni intellektlə bağlı 2 sualım var. Biri budur ki, developerlər hansı bacarıqlara yiyələməlidir, nə etməlidirlər ki, süni intellektlə ayaqlaşsınlar, bazara cavab versinlər. Digəri isə IT kurslarla bağlıdır. IT kurslar proqramında nəyi dəyişməlidir ki, günün reallığına cavab verən kadrları yetişdirsinlər? Bununla bağlı mən paylaşma da etmişdim. Wagner, Amazonun CTO-su son reinventdə belə bir yaxşı bir çıxışını Renaissance Engineering terminologiyası. Yəni onu dedi ki, bizə cloud vaxtında deyirlər ki, developer lazımdır və s. indi AI vaxtıdır, amma yox, bizə developer lazımdır. Sadəcə o developerdan olan expectationlar, tələblər dəyişirdi. Və o tələblərdə də o sıralama var ki, systematical thinkingdir, ownershipdir, curiositydir, polymath olmaqdır. Yəni ki,
həm foundational başa düşürük bütün groundu və bir sahədə dərinlik var və istənilən vaxtda istənilən spesifik mövzuda, konseptdə dərinə düşə bilirsən. Çünki sən elə ki, fundament biliklər kömək eləyir. Ona görə deyərdim ki, süni intellektlə rəqib kimi yox, daha çox onu dost olmaq lazımdır. Dost olmaq lazım o demək ki, mən bu işi manual görürəmsə, bunu süni intellekt eləyə bilərmi sualı? Eləyə bilərsə, o eləsin, mən gedim daha nə edə bilərəm? Yəni onda artıq sənin outputun qalxır, yəni məhsuldarlıq şeyi çoxalır və eyni zamanda əgər o onu bacarmırsa, o niyə bacarmır? Onu daha da belə maturity eləyib, develop eləyib, müəyyən bir evaluationlar, məsələn, yoxlamalar falan qoyub inkişaf elətdirmək olar. Yəni yenə də hand by hand developer bu gün məsələn 5 il sonra nə olacaq? Nobody knows məsələn də. 10 il sonra nobody knows. Amma ki bu gün bildiyimiz nədir? Bu gün bildiyimiz odur ki, kifayət qədər kodinq sahəsində AI toollar var. Və bir mühəndis olaraq da bizim öhdəliyimiz onlardan ən yaxşı, ən maksimum istifadəni etməyi bacarmaqdır. Mən deyərəm ki, bunu çox uzağa getmək lazım deyil. Və bu gün tələbi nədir? Ona cavab vermək lazımdır ki, OpenAI var. Ondan maksimum istifadə necə, daha yaxşı necə istifadə edə bilər, daha necə cost effective və s. onları research edib araşdırmaq lazımdır. Bəs IT proqramlar nəyi dəyişməlidir? Məsələn, kurslar var Azərbaycanda çoxlu sayda, ora müraciət edən tələbələr də çoxdur, sıfırdan başlayırlar. Həm yeni başlayanlar, həm də elə kursların özü nəyi dəyişməlidir ki, onlar süni intellektdən ayaqlaşsınlar? Ümumiyyətlə baxmaq lazımdır ki, fundamental sualdır ki, kurslar niyə mövcuddur? Kurslar ona görə mövcuddur ki, deyək, strukturlu şəkildə hər hansı bir konseptləri daha başa düşülən şəkildə və yaxud da auditoriyaya uyğun, məsələn, onlar izah edirlər. Ondan sonra tələbələrin sualı varsa, onlar soruşurlar və onu daha yaxşı izah etməyə çalışırlar və də fərqli yollarla. Bu dövr getdi. Yəni süni intellektin istənilən konsepti ChatGPT olsun, bu olsun yazıb insanlar. Məsələn, mən hətta onu şirkətdə də hiss edirdim ki, əvvəl Slack-də bəlkə də bizim platform timinə verilən sual sayı daha çox idi. AI-dan sonra daha azaldı. Çünki birinci artıq əvvəl necə idim? Google-da yazırdı, Stack Overflow-da yazırdı. Yaza bilməndə axtardı ki, görüm kimdən sizə kömək edə bilər də şirkət daxilində. Amma nə baş verdi? Əvvəl indi birbaşa insanlar gedərək ChatGPT-də yazır, cavab alır. Məsələn, Google-a yazanda 20 dənə indeksləşdirilmiş səhifə çıxır, gedib hamısı 20 dənə məqaləni oxumalı idi. Ondan sonra cavabını tapmalı idi, eləmək vaxt uzun alırdı. Biraz elə ki, tənbəlləşdirdi indi məndə insanlar yazan kimi sənin sualına uyğun məsələn cavab gəlir. Amma nə baş verir? Müəyyən spesifik suallar olur, mentorluq məsələn şey olur ki, deyək məsələn bu 10 dənə AI tooldan məsələn hansı daha yaxşıdır? Çünki müəyyən şeylər onlar dokumentasiyada AI sənə məsələn daxil edir. Çünki çox parametrlər var da. Sən onu necə istifadə edirsən və s. Onun məsələn kimisə təcrübələr maraqlıdır ki, məsələn mən deyək bu startapı quranda bu toolları bu şəkildə istifadə elədim və bu nəticəni aldım. Elə ki bir növ daha çox IT kurslarda onlar daha mentor roluna keçməlidir. İnsanlar inisiativ və s. özləri gəlir, tələbələr və yaxud da ki, onlara bir istiqamət verilir. Yəni, gedin məsələn bu sahədə product building, open source layihə, gedin database, məsələn də nəsə bir task verilir. Onlar da gedib ilişirlər və stakeholder'a gəlirlər ki, məsələn, burada siz nə fikirləşirsiniz və yaxud da iki seçim arasında qalanda və s. kömək edirlər. Amma IT kurs şəklində mənim gəlim süni intellekt izah elə bildiyi şəkildə eyni şey təkrarlayım, repeat edib. Məncə artıq ona ehtiyac yoxdur. Müəllim modeli daha çox şirkətdəki olan model var, sim meneceri var. Sizə task verir. Siz gəlirsiniz ki, ya task elədim, ya məsələn burada stak olmuşam. O da ki deyir ki, get bunu da yoxla, məsələn gedirsiniz. Bir növ şirkətlərlə universitetlər arasında da məsələn müəyyən bir şey yaranıb ki, artıq nə universitetdə, nə şirkətdə belə deyək şeyə ehtiyac yoxdur da, hər hansı bir sizlə babysitting eləməyə. Yəni daha independent qərar verirsiniz və s. Süni intellektdən istifadə edirsiniz və sizdən nəticə gözlənilir. Nəticə yönümlü.
sanki elə bil ki, öyrənmə prosesini hansısa kursa həvalə edəndə daha rahat öyrənəcəm, gələcəyim daha qarantiya alınır hissi verir mənə elə gəlir. Ona görə insanlar üst tutur bəlkə də nəinki özü oturub öyrənsin, araşdırsın. O bir siz nəyə oxşayır? Məsələn mən deyək ki, məsəl üçün də nə bilim tez pul qazanmaq nə istəyirəm. Mənə gəlin bir dənə pil, o sehirli bir dənə çubuq kimi nəsə şey deyim, mən nəsə olsun. Yəni o yenə də özümüzdən asılıdır. Deyim ki, əvvəl bəlkə ola bilər ki, müəyyən konseptlər çətin başa düşülürdü, bəlkə müəllim onu daha rahat izah edə bilir, daha tez. Amma bu günlər onun kifayət qədər yaxşı səviyyədə çox mövzularda süni intellekt izah edə bilir. Amma əgər məsələn deyək həkim işləyirsinizsə praktikadan məsələn onu da VR falan məsələn həllərlə eləməyə çalışırlar. Hə, məsələn onlarda məsələn süni intellekt temporary bəlkə də effektiv olmaya bilər, amma eventually orada da olacaq yəni. Elə müəllim demişkən, müəllimlərlə bağlı bir sualım var. Səncə süni intellekt repetitor müəllimləri əvəz edə bilərmi Azərbaycanda? Məncə artıq əvəz olunubdu, amma sadəcə olaraq keçid olunubmu, olmayıbmı? Olmayıb. Yəni mən məsələn orada tələbələr falanla da bir neçə dənə görüşüm, Azərbaycanda da olan. Bütün məsəl homeworklərini hamısını ChatGPT ilə eləyirlər və s. Ki, əvvəl məsələn deyir, fikirləşirdim, neyimdir. İndi sadəcə ondadır ki, müəllim onu başa düşürmü və yaxud müəllimə başa düşməyə sərf eləyirmi və yaxud da ki, müəllim elə bir task verə bilərmi ki, süni intellekt onu elə bilməsin və yaxud da ki, müəllim öz rolunu dərk edib fokusunu, effortunu daha başqa bir şeyə mi verməlidir və yaxud da yəni çünki müəllim tərəfi düz dinləməmişəm, amma tələbələrdən gördüyüm odur ki, bir növ asan variant nə task və s. homework və s. olur, hamısını yəni AI üzərindən eləyirlər. İzahları da elə AI-dən alırlar. Yəni bunu səhv eləmisən, bunu belə eləməliydin. İnşa falan, nə bilim coding challenge-ləri falan. Yəni tələbələrin işi asanlaşır. Əslində ona işin asanlaşmağı o deməkdir ki, müəllimlərin süni intellektlə bağlı onlar daha bir next level keçib onu işlədiyini başa düşüb o challenge-ları, o taskları və s. daha fərqli verməlidirlər. İndi verirlərmi, vermirlərmi bilmirəm nə yerdədir, amma hər bir halda AI-dən əvvəlki hal-hazırki şəkillərlə davam eləmək o doğru strategiya deyil, ən azından long termdə. Mənim suallarım bu qədərdir. Başqa hər hansı bir qeydin varmı, yoxsa səncə hər şeyi artıq əhatə elədik? Məncə çox maraqlı suallar idi həqiqətən də. Düşünürəm ki, bir məqamda bəlkə də qeyd eləmək, yəni əgər insanlar hiss edir ki, məsələn motivasiya yoxdur və ya lost oldu, yəni stuck olub, bu okeydir, bu normaldır. Mən məsələn hər yaş spektrumda Amerikada da görürəm, Azərbaycanda da sadəcə olaraq bir dənə şeyi də başa düşək ki, yəni ətrafımızdakı insanlar hər kəs yəni sizə kömək etməyə hazırdır. Sadəcə olaraq utanmanı çəkinmək, inisiativ LinkedIn-də ola bilər, hardasa yazmaq kifayət eləyir. Yəni sadəcə o stuck olub qalmayın. Yəni if you need help, ask for help. Və ondan sonra məsəl üçün görəsiniz ki, məsəl üçün nə qədər sizə kömək əlini uzadılacaq və s. Amma ki kömək istəmir, depressiyaya müəyyən bir levela çatıb o son nöqtədə də şeyləndə onda biraz məsəl üçün gec olur da. Məsəl üçün insanlar var ki, 3 il iş axtarır, 2 il iş axtara bilmir, ondan sonra məsəl kömək istəyir. Bu şəkildə iş axtara, işləyə iş axtarmaq və kömək istəmək lazımdır ki, görürsən ki, məsələn, sən deyən kimi AI əvəz gəlir məsələn, mənim tasklarıma artıq o qədər ehtiyac yoxdur və s. Mən nə edə bilərəm? Gedim soruşum, əlavə məsələn AI ilə bağlı bəlkə kurslara gedim, o qədər kifayət qədər, yəni bir növ proaktiv olmağı deyərdim. Nəinki məsəl üçün oturub gözləyim nə olacaq, AI nə edəcək, mən də ondan sonra nəsə eləyərəm. Yəni bir növ bunu məsləhət görərdim. Və davamlı əlaqədə olmaq insanlarla. Hə, yəni bugün bildiyimiz nədir? Bugün bildiyimiz odur ki, hər bir halda AI oldu-olmadı, peyinə olan tələbat insanların həmişə yüksək olacaq. Yəni muscle dövrü gedib də, yəni əzələ dövrü deyil. Yəni AI gəlib işimizə həvəs edir deyir ki, biz tupa olsaq yaxşıdır deyə bir şey yoxdur da. Yəni hər bir halda biz daha ağıllı olmalıyıq. Bu daha ağıllı olmağın da yolu sadədən kitab oxuyacaqsınız, nə bilim, eksperiment eləyəsiniz, try eləyəsiniz, təcrübə qazanasınız. Yəni bunu no matter what AI oldu-olmadı, istənilən sədə bunu yəni ki, consistent bir sürətlə davam eləyin də, öz üzərinizdə inkişaf saxlamayın yəni.
Çox sağ ol belə maraqlı cavablar üçün. Ümid edirəm səni yormadıq bu Yox, proses sağ ol. boyu. Hə. Çox təşəkkür edirik gəldiyin üçün. Çox sağ ol, sənin xanım xoş idi. Mən də xoş edim. Sağ ol. Sağ olun.